Çoxdandır polis maşını çəkmək istəyirdim. Nəhayət ki, bu günə qismətmiş. Baku Expo mərkəzinə gəldim. Sırf bu maşını o üzərindəki sayrışan işıq qurusunun yaxından görmək üçün. Avtomobil stok avtomobildir. 2 litrlik Twin Turbo mühərriklə təchiz olunub. Bu arada bu avtomobil 0 km bir avtomobildir. Yəni salafan cəmi 124 km yürüyüşü var avtomobilin. O təzə isə maşının içindədir. İndi birazdan interyerini də göstərəcəm. Amma gəlin ilk öncə bu yuxarı damında quraşdırılmış qurğudan danışım sizə. 9 ədəd kamera və 2 ədəd lidar skanerlə təchiz olunmuş bir sayrışan işıq qurğusudur bu. Azərbaycanda hal-hazırda aktiv olaraq 3 kamerası işləyir. İkisi öndə, biri arxada. Öndəki kameralardan biri sizin nömrənizi təyin edir və mərkəzləşmiş baza ilə eyniləşdirir. Kameralardan digəri isə əgər avtomobilin sığortası bitibsə, həbsi varsa, cəriməsi varsa, onu təyin edir və sizə elektron protokol da yaza bilir hər hansı qanun pozuntusunda. Avtomobildə bir ədəd stasionar planşet var, hansı ki sürücü məlumatlarını müəyyən edir. Həmin planşetin bir ədəd 50 daşına biləni var. O yol polis inspektoru sizin yanınıza yaxınlaşanda məsələ bu planşetlə yaxınlaşır. Planşetin arxasında bu gördüyünüz nömrəli pult daxili radio üçündür. Yanında da megafonun mikrofonunu görürsünüz. Yuxarıda isə sayrışan işıqların rejimləri üçün bir pult var. Həmin o sizə yazılan protokolların sürəti isə bu portativ printerdən çıxır. Avtomobildə printer də var. Baxın radarlardan sizə danışım. Gördüyünüz kimi bu infrareddir. Bu hər hansı bir çəkmə qabiliyyəti yoxdur. Bu kamerada çəkir. O birisi isə gördüyünüz kimi radardır. Gəlin sizə yeni bir texnoloji göstərim. Sutkanın qaranlıq vaxtı piyada xidmət göstərən yol polis əməkdaşları üçün belə bir portativ sayrışan işıq aparatı var. Bu həm yol polis xidməti əməkdaşları üçün, həm də post patrul xidməti əməkdaşları üçün nəzərdə tutulubdur.